Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Bu günləri Məhərrəm ayının ikinci günüdür. Allah bu günlərə xatir edilən ibadətləri, itaətləri qəbul eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah cəmaatımızı, xalqımızı Allah özü qorusun inşallah. Mən bu günləri istərdim Məhərrəm ayı haqqında müəyyən məsələləri əziz məscid əhlinin diqqətinə çatdırım. Əziz möminlər, əziz yoldaşlar, Allah sizləri, bizləri məscid əhlindən qərar versin. 4 ayda ümumiyyətlə Allah tərəfindən qan tökülməsi qadağan olunmuşdu. Zilhiccə ayında, Zilqədə ayında, Rəcəb ayında və bir də Mühərrəm ayında. Amma bunlar Məhərrəm ayında Peyğəmbər balalarına qarşı çıxdılar. İmam Həsən ağanın dövrü sülh dövrü idi. Yəni İmam Həsən əleyhissalam istənilən bir işi ağılla, düşüncə ilə görürdü və o işin də nəticəsi müsbət olurdu. İmam Həsən ağanın dövrü tamamilə mühit, tamamilə başqa bir dövr idi. İmam Hüseyn əleyhissalamın dövrü, mühit, insanların baxışı, insanların düşüncəsi, təfəkkürü tamamilə başqa bir dövr idi. İmam Həsən ağa zəhər ilə dünyadan getməli idi. İmam Hüseyn əleyhissalamın isə başı kəsilməli idi. Bu Allah tərəfindən mən deyərdim ki, qabaqcadan proqramlaşmış bir hadisə idi. O dövrdə yağış yağmıyırdı. Küfəllər gəldilər. Bəzən yağışın yağması özü bir rəhmətdir. Küfəllər gəldilər Həzrəti İmam Əlinin yanına, yağışın yağmamasından şikayətləndilər. Ya Əli, dua et, Allah yeryüzünə lisan göndərsin. O da oğlu İmam Həsənlə İmam Hüseyn əleyhissalama buyurdu və bunlar da qaldırdılar əllərini ilahi dərgahına, duaları qutarmamış Allah yeryüzünə lisan göndərdi. Yəni bu da İmam Həsənin və İmam Hüseyn əleyhissalamın Allaha olan sevgisindən, məhəbbətindən irəli gəlirdi. Ona görə də Yazid ibn Muaviyyə və onun ətrafında olan insanlar elə bir cinayət hadisəsi törətdilər ki, mən deyərdim bu cinayət hadisəsi dünya miqyasında bütün alimlər, bütün Avropa alimləri hətta bu günləri Yazid ibn Muaviyyənin cinayətindən danışırlar və bunlar Peyğəmbər balalarına qarşı çıxdılar, Əhl-i Beytə qarşı çıxdılar. Allah Quran-ı Şərifdə ayədə buyurur: "İnnama yuridullahu liyuzhiba ankumur-ritsə əhləl beyt və yutahhirakum təthira." Hicri 60-cı il Rəcəb ayının ortasında biz tarixlərə nəzər salanda tarixdə maraqlı hadisələr var. Elə ki Muaviyyə dünyadan köçdü, Həzrət İmam Hüseyn əleyhissalam cəmaatı öz imamətinə doğru çağırmasına mane olan sülh dövrü başa çatdı. Yəni bu da tarixdə önəmli məsələlərdən biri idi. Elə ki Kərbəla, Həzrət İmam Hüseyn əleyhissalam Kərbəlaya yetişdi əhli əyalı ilə, yaxınları ilə, dedi, and içirəm ki, bizi bu torpaqda şəhid edəcəklər və dünyanın hər yerindən bizim ziyarətgahımıza gəlib və bizləri ziyarət edəcəklər.